namazın klassik irsimizdə Azərbaycan ədəbiyyatında namaz mövzusu haqqında olan deyimlər haqqında danışacağıq. Biz dedik ki, namaz haqqında bizim klassiklərimiz, bizim böyük alimlərimiz, şairlərimiz də çox yaxşı, necə deyərlər, maraqlı tövsiyələr ediblər öz əsərlərində. Nizami Gəncəvidən tutmuş, ta son dövrlərə qədər olan ədəbiyyatımızda biz görürük ki, Qur'an və sünnədə öz əksini tapmış, namaza aid olan bir çox xüsusiyyətlər bizim böyük şairlərimizin qələmində öz əksini tapmaqdadır. Böyük şairlərimizdən biri olan Marağalı Əvhədi deyir, aslanlar məskəni olan bir mənzil namaz qılınmasa viranədir. Şair bu beyti yazarkən Peyğəmbərimizin, o cümlədən də İmam Cəfər-i Sadiq əleyhissalamdan nəql edilmiş bir neçə hədisə dayadığının şahidi oluruq. Çünki bizim rəvayətlərimizdə namaz qılmayan dudimanların sonda şeytanın vasitəsi ilə xarabalığa çevrilməsi haqqında bir çox göstərişlər, bir çox deyimlər vardır. Böyük şairimiz Xaqani Şirvani hətta namazı insan yaranışının hikməti, fəlsəfəsi olaraq təqdim edir. Adəm vücudunun əlifi, dalı, mimidir. 40 gündə 4 əsillə yaranmış bir həkimidir deyə buyurur. Nə deməkdir bu? Adəm sözü ərəbcə əlifbanı bilənlər göz önünə gətirsinlər. Əlif şaquli vəziyyətdə yazılır. Dəl hərfi, bir də mim hərfi. Xaqani Şirvani demək istəyir ki, Allah Adəmi, yəni insanı namaz şəklində, namaza xatir yaratmışdır. Elə Adəm sözünün mənası da şairin təbirincə bu deməkdir. Namaz Adəm sözündəki əlif qiyam halını bildirir, dəl hərfi insanın rükû halını bildirir, mim hərfi isə insanın səcdə halını bildirir. Şairin dediyi elə bəlkə də Zariyat surəsinin 56-cı ayəsinə işarədir. Mən cinləri və insanları yalnız və yalnız mənə ibadət etsinlər deyə xəlq etmişəm. Bu onu göstərir ki, həqiqətən də bizim yaranışımızın elə zahiri görünüşündən tutmuş batininə qədər hamısı namazın sirləri ilə doludur. Böyük şairlərimizdən olan Məhəmməd Füzuli hətta bütün kainatın belə namaza xatir yaradıldığını öz şeirində belə əks edib. Aləmləri xəlq etdi Xuda bani namazdır. Məxluqidən ayıran növü insanı namazdır. Səccadə kənarında olan vaxtda ibadət min şəkk olunan sər o zəlilanə namazdır. Demək istəyir ki, Allah aləmlərin özünü belə səcdəyə xatir yaradıb, onu zikr etsinlər deyə yaradıb. Bəli, şair bu misrasında çox haqlıdır. Çünki Qur'ana baxdıqda da biz görürük ki, Yusabbihu lillahi ma fis-semavati və ma fil-ard. Yerlərdə və göylərdə elə bir şey yoxdur ki, Allahı təsbih etməmiş ola. Məsələn, Ər-Rəhman surəsi və digər surələrdə belə biz görürük ki, ağacların, heyvanatın belə Allaha səcdə etdiyi, Allaha təsbih dediyi Qur'an-ı Kərimin bu və ya digər surələrində öz əksini tapmışdır. Deməli, namaz elə bir mühüm məsələdir ki, şair bir misra ilə də min şəkk olunan sər o zəlilanə namazdır deməklə İmam Əli əleyhissalama işarə vurmuş olur. Yəni, o şəxsin mübarək başı sər başa deyərlər. Məhz namazın üstündə şəkk edildi, vuruldu, parçalandı və digər bütün biz görürük ki, bizim şairlərimizin, bizim ədiblərimizin bir çox əsərlərində məhz namaz mövzusu öz əksini tapmaqdadır.